Salam aleyküm. Aleyküm. Yorulmayasan usta. Sağ ol, çok sağ ol kardeş. Neçə tikirsən bu Neye kurban olurum? duvara? Kvadratı, Ha. kvadratı 8 manattır. Mən bir dənə evim var. Bəlkə bir 10 manatdan verim o işləyəsən tez Neye bazar kurban olurum? evimi. Kvadratı 10 manat. Ha. Ay sen başka dönerim. Burada işleyirəm de kardeş sen diyelim burada işleyirəm 8 manata işleyirəm. 10 manata verirəm də kvadrat. Nə 10 manata verirsən? Bir həftəyə işləyəsən də. Ay kardeş burada axı işim çoktu. İndi ben durum cemaatin işini yarımçı koy çıkım gedeyim. Yarımçıq qoyma, tamamlayırsan da yer mərtəbəni görürəm, tamamlamısan. Ay hele burada ben bir ayrıq işim var. Kardeş sağ kurban olurum. Qardaş sən günə nə qədər daş qoyursan? 50 dənə. Az. Kardeş elə bir de sen kalmıştın gelmem hakkı hesaplamıyorsan. Sen daxil var ben neçə kvadrat koydum, ne kadar koydum. Bir həftəlik işdə sən Ay əlində. olsun da kardeşim lap 10 günlük iş olsun. Ay 8 manata işləmirsən 10 manat verirəm İşləyirəm sənə. 8 manat işləyirəm. Cəmaətin işini mən de yarım çıkıyorum gedim sen 10 manat verirsən deyim. Sen işini görmeye. Nə eləmədiyin işdir? Adama ne demezler ha? Adıyla Ay sen- daim öyle. Ay kişi sen ola geç çık git buradan ben kurban olurum ey. Xətrinə değməsin. Gez ayrı yerdakda. Cəhənnəm işdə yaxşı. Hadi Yorulmayasın. elimi de çöndürme kurban olurum. Bu maddi söze bakayım.